Elə bir eynək düşünün ki, xaricə gedəndə sizin üçün 90 dildə tərcümə etməyi bacarsın. Əlavə olaraq süni intellekt vasitəsilə hər gördüyünüzü şərh etsin, hər sualınıza cavab verə bilsin. Bu da yetməz. Video çəksin, foto çəksin. Bəzi hallarda prezentasiya eləmək istəyəndə sizin üçün süflör aparatı rolunu oynasın. Əgər yolda hardasa itib batmışsınızsa, naviqasiya vasitəsilə sizə doğru şəkildə gözünüzün qarşısında hara dönəcəyinizi göstərsin. Və bəzən də başqa bir dildə olan videoya baxanda anlamadığınız zaman sizə altyazı çıxartmağa bacarsın. Bəli, bu artıq keçmişdə qalmayıb, bu mənim sizə təqdim eləyəcəyim yeni bir eynək növüdür. Əlimdə gördüyünüz bu eynək Rocket Glass'dır və bu eynəyin həqiqətən də çox möhtəşəm özəllikləri var. Ola bilər bəlkə də biraz sizin üçün çox böyük çərçivəyə sahib olduğunu düşünə bilərsiniz, amma bunun funksionallığını görəndə həqiqətən də insan onun çərçivəsinin fərqinə belə varmır. Bu arada deyim ki, Meta Ray-Ban'la nə fərqi var desəz, təbii ki, bu saydıqlarım hamısı Meta Ray-Ban'dan fərqli olan hissəsidir. Çünki Meta Ray-Ban'ların yeni versiyası hardasa 2-3 min manat civarındadır və onun displeyi sadəcə bir ekrandadır və kiçik bir hissədədir. Və onun funksiyaları bunun qədər üstün deyil. Burada həm Gemini, həm də ChatGPT vasitəsilə sizinlə bir sözlə sağlam şəkildə ünsiyyət qura bilir. Azərbaycan dilində dəstəkləyir təbii ki. İlk olaraq ingiliscə danışır və sadəcə siz ona deyirsiniz ki, mənim Azərbaycanca danış və o sizi başa düşür. Təbii ki, burada bəzi nüanslar var. İşığını çox qoyanda bəzi hallarda belə ekranın belə deyim, içərisindəki yazılar qarşıdan da görsənmə ehtimalı var, amma ümumi müsbət cəhətlərindən danışsaq, Meta Ray-Ban'dan daha üstündür deyə bilərik bu özəlliklər çərçivəsində. Çəkiliş baxımından Meta Ray-Ban'la demək olar ki, eyni çəkiliş keyfiyyətinə malikdir. Meta Ray-Ban'ın stabilizatoru daha üstün ola bilər, bunu deyim. Əsasən bunun çəkiliş deyil də, digər funksiyalarının özəllikləri həqiqətən də Meta Ray-Ban'dan bir hardasa 9 xal daha öndə aparır. Nəyə görə? Çünki birincisi enerji daha çox saxlayır. İkinci məsələ bunun, mən sizə telefonla tam şəkildə deyəcəm. Bu telefonumuzla birbaşa rahat şəkildə qoşula bilir. Təbii ki, heç deməyə ehtiyac yoxdur. Notificationları və s. digər şeyləri buradan rahat şəkildə ala bilirik. Deməyimə ehtiyac yoxdur. Birbaşa süni intellekt vasitəsilə qoşulub gördüyünüz ətrafı mühiti analiz edə bilir. Suallar verə bilirsiniz. İngiliscə bilsəz daha möhtəşəm şəkildə təbii ki, cavab verə bilir. Canlı translate özəlliyi var, hansı ki gedirsiniz hansısa bir xarici vətəndaşla üz-üzə gələndə artıq rahat şəkildə translate edə bilir. Foto çəkmə özəlliyi var. Bir dəfə klik eləyəndə foto çəkir və fotonu burada göstərirsə preview kimi, nümunə kimi göstərir. Burada bax diqqətlə belə eləsəm siz o yaşıl fotonu təxmini görə bilirsiniz. Basıb saxlayanda isə video çəkir. Meta Ray-Ban'lar 5 dəqiqəyə kimi, əvvəlki Ray-Ban'lar 3 dəqiqəyə, sonraki növbəti nəsil Ray-Ban'lar 5 dəqiqə kimi video çəkə bilirsə, bu 10 dəqiqə kimi video çəkə bilir rahat səslə. Dediyim kimi səsli asistan Meta Ray-Ban'da sadəcə Meta AI istifadə edir. Burada isə ChatGPT və Gemini-yi birbaşa içərisində inteqrasiya olunmuş vəziyyətdə görə bilirik. Burada əlavə olaraq naviqasiya funksiyası var, hansı ki biz rayonlara gedəndə və yaxud da ki hansısa bir şəhərdə bir yer axtaranda həmin istiqaməti burada seçirik və gözümüzün önündə artıq biz istiqaməti görə bilirik, sürətimizi görə bilərik. İstər maşınla, istər piyada gedəndə rahat şəkildə hərəkət edə bilərik. Canlı yayın aça bilirik birbaşa, istəsək live şəkildə buradan aça bilirik. Və hətta ki subtitle deyilən bir özəlliyimiz var. Hansı videoya baxırıqsa onun birbaşa altyazısını çıxarda bilirik. Təbii ki, notification bölməsini işləməyə ehtiyac yoxdur. Zəngləri və s. mesajları buradan görüb cavablaya bilirik. Teleprompter özəlliyi var, hansı ki ən çox prezentasiya eləyən sakinləri, ən çox prezentasiya eləyən şəxslərə lazım olur. Prezentasiya rahat şəkildə bir sözlə eləyə bilərik. Prezentasiya eləyən şəxslər üçün buradan rahat şəkildə görüb, hansısa bir hissəni əzbərləməyə ehtiyac olmadan buradan baxıb oxuya bilirik. Məsələ tutaq ki, mən burada prompter əlavə eləmişəm telepromptura. Baxın, indi oxumağa çalışacağım. Artıq bunu basan kimi görsənir. Siz baxın, belə eləyəndə diqqətlə baxırsınız, görə bilirsiniz. Amma belə duranda görmürsünüz. Məsələn, indi mən oxuyacağım oradan. Başlayıram. Azərbaycan qədim tarixə, zəngin mədəniyyətə və gözəl təbiətə malik bir ölkədir. Azərbaycan Cənubi Qafqazda yerləşir və paytaxtı Bakı şəhəridir. Ölkə Xəzər dənizinin sahilində yerləşir. Azərbaycan tarix boyu şərqlə qərbin qovuşduğu mühüm ərazilərdən biri hesab olunmuşdur. Nəysə, belə yəni demək istədiyim budur ki, prompter da var. Yəni istəsəz hansısa indi demək deyildi, üzündən oxuyasınız, amma ən azından bu funksiyanın olması belə həqiqətən də bizim üçün çox böyük bir özəllikdir. Recording var, təbii ki, səs də yaddaşa vura bilirsiniz və
Vision AI var. İstəsəz təbii ki, canlı şəkildə gördüyünüz elementləri bunu rahat şəkildə analiz edə bilir. Şəkillərə yox, hətta canlı şəkildə, video şəkildə analiz edə bilir və sizə cavab verə bilir. Çəkisi 49 qramdır, kamerası 12 megapikseldir. Video 3K-ya qədər çəkməyi dəstəkləyir. Həm eninə, həm də ki, uzunluğa video çəkməyi bacarır. Bildiyiniz kimi metalar sadəcə uzunluğa video çəkirlər, yəni Reels formatında video çəkirlər. Amma Rocket Glass həm də eninə videolar çəkməyi bacarır. Micro LED ekrandır, yaşıl monokromdur, yəni ki, standart birdir. 30 FOV, yəni ki, dərəcə görünüş bucağı 30 FOV-dur. 480-dan 640-a göz önündə, hər iki göz önündə displeyi var. ChatGPT və Gemini dəstəyi var, real time tərcümə var, canlı subtitle var, teleprompter var, naviqasiya var, obyekt tanıma var, foto çəkmə, FOV video var, mikrofon var, daxili dinamiklər var. Təbii ki, bu arada bunu qeyd edim ki, normalda mən mamamla danışanda, mamam məni həqiqətən də telefonla çox çətinliklə eşidirdi. Bununla danışanda isə o qədər rahat danışıram ki, həqiqətən də bu deməkdir ki, mikrofonları çox keyfiyyətli işləyir. Musiqi, səslə idarə etmə, touch idarə etmə, fiziki düymə, telefon tətbiqi, Wi-Fi, Bluetooth, proskript linza dəstəyi. İstəsəz təbii ki, bunun həm qara şüşəlisi var. Onu alsaz təbii ki, orada problem yaşamayacaqsınız. Bu displey də çox belə görünməyəcək. Mən isə şəffaf aldım ki, qaranlıq yerlərdə də rahat şəkildə istifadə edə bilim. Ümumi bildiyimiz kimi burada baxın touch screen var. Yəni ki, toxunula bilən bir sözlə idarə etmə paneli var. Buradan çevirəndə də indi mən sizə göstərəcəm müxtəlif özəllikləri var. Bunları da rahat şəkildə buradan idarə etmək olur. Həmçinin də dediyim kimi burada xüsusi özəlliklər var. Musiqidən tutdun və yaxud da ki, məsələn, giririk Live AI-a. Live AI has started. How can I help you? Salam, mənimlə Azərbaycanca danış. Salam, necəsiz? Sizə necə kömək edə bilərəm? Mən hal-hazırda nə işlə məşğulam? Yəni ki, qarşıya baxanda nə görürsən ümumiyyətlə? Hal-hazırda görürəm ki, bir kamera və ştativlə video çəkirsiniz. Arxa fonda bir şkaf, stullar və güllər də var. Nəsə xüsusi bir şey çəkirsiniz? Əslində biraz səndən danışırıq. Yəni ki, bu glassdan, eynəkdən danışırıq. Anladım. Demək, eynəklər haqqında danışırsınız. Mənə də maraqlı gəldi. Konkret olaraq nəyi müzakirə edirsiniz? Məsələn, onların... Rocket Glass'ın bir sözlə funksiyalarından danışırıq. Sən bunu bilirsən ümumiyyətlə? Rocket Glass haqqında məlumatım var. O adətən artırılmış reallıq və ya funksional eynək kimi şeylərlə bağlıdır. Məsələn, naviqasiya, şəkil çəkmək və ya ekranda məlumat göstərmək kimi funksiyaları ola bilir. Bax, bu əlimdə gördüyün hansı musiqi alətidir? Bir dənə analiz elə. Əlinizdəki Azərbaycanın milli musiqi aləti tardır. Çanağı qoz və ya tut ağacından, üzü isə mal cindarından hazırlanır. Çox gözəl görünür. İfalarınızdan heç paylaşmısınız? Arada paylaşıram. Çox sağ ol, təşəkkür edirəm. Xoşdur. Fürsət olanda mən də qulaq asmaq istərdim. Uğurla. İzləyicilərimə nə demək istəyirsən buradan? İzləyicilərinizə demək istərdim ki, sizin kimi qədim musiqi alətlərimizə sahib çıxsınlar, onları gələcək nəsillərə tanıtsınlar. Bu həm sənətdir, həm də mədəniyyət. Bəs siz nə demək istərdiniz? Təşəkkür edirəm, o mənə kifayət elədi. Təbii ki, çox möhtəşəm özəllikləri var, gəlin özəlliklərlə tanış olaq. Rocket Glasses, versatile companion for life and work. Cutting edge aesthetic, always stylish. Built-in first-person camera. Start your hands-free AR navigations. Ask AI anything. Record high-quality videos. Capture shiny moments anytime, anywhere. Powered by advanced chips. Have you received the update data? Experience real-time translation with live subtitles. Make communication boundless. Enjoy open-ear audio all day long. Record every spark inspiration. Eases your heavy workload. And build your confidence in communication. It is Rocket Glasses, your ultimate AI glasses.